Bura Naxçıvan küçəsidir və gördüyünüz real təhlükə. İndi sutkanın qaranlıq vaxtına doğru hərəkət edirik. Hazırda bir problem var ki, yağışlı havadır. Gördüyünüz kimi hava yağışlıdır və burada insanlar hər gün mütəmadi istifadə edirlər və gördüyünüz kimi hazırda insan gəlir qarşıdan. Və mən istəyirəm bu halı sizə göstərəm. Görürsünüz, bu Aztelekomundur. Çox güman ki, görürsünüz, kabellərdir. Yəni hansı providerın, amma mən bildiyim qədərilə bu Aztelekoma məxsusdur və görürsünüz ağzı açıq şəkildə real təhlükə. İnsanların həyatı belə çıxır ki, aidiyyatı qurumum qətiyyən maraqlandırmır. Əgər aidiyyatı qurumları bu maraqlandırsaydı, gördüyünüz bu mənzərə ortaya çıxmazdı. İndi qaranlıq olacaq, insanlar bu yoldan istifadə edirlər. Bunun digər tərəfi yaşayış massividir, görürsünüzmü? Binalardır. Belə iş mi olar? Bu nə deməkdir? Aidiyyatı qurumlar, sizə səslənirəm. Bu nə öz başınalıqdır? Bu nədən qaynaqlanır? Bu niyə ağzı açıq qalmalıdır? Burada desəm ki, bunun üzərinin örtmək üçün bir betonu yoxdur, var. Amma niyə görə bunu belə saxlamısınız da? Yəni səbəb nədir? İnsanlar niyə əziyyət çəkməlidir? Bildiyiniz kimi bundan illər öncə kənd evlərində bir vətəndaş quyuya düşmüşdü və bunun səbəbi ilə həyatını itirmişdi. İndi də mi kimsə ölməlidir? Belə özbaşınalıq olmaz. Mən ümid edirəm aidiyyatı qurumlardan bu məsələlərə ciddi reaksiya verəcəklər. Bu nə deməkdir? Nə vaxta qədər bu cür məsuliyyətsizliyin qurbanı olacaq vətəndaşlar? Naxçıvan küçəsidir. Diqqətinə çatdırıram aidiyyatı qurumların. Siqnal veririk. İşinizə məsuliyyətlə yanaşın, xahiş edirik. Belə olmaz.